Təşəkkür edirəm, hörmətli xanım sədr, hörmətli həmkarlar, hörmətli media nümayəndələri. Hörmətli sədr, mən də istərdim ki, sizin mayın 20-sində İspaniya Krallığına etdiyiniz rəsmi səfərə münasibət bildirəm. Və həqiqətən də sizin həm Senatın, həm Deputatlar Konqresinin sədrində keçirdiyiniz görüşlərdə Azərbaycanı yüksək səviyyədə təmsil etməyiniz təqdirə layiqdir və əminəm ki, sizin bu görüş İspaniya kimi mühüm bir, dünya siyasətində mühüm bir rola malik olan ölkə ilə münasibətlərimizin yaxşılaşmasında parlamentarası əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək. Təbii ki, Cənab Prezident tərəfindən müəyyən olmuş xarici siyasət kursunun İspaniya ilə münasibətdə də daha da anlayışla qarşılanmasına öz dəyərli töhfəsini verəcəkdir. Bundan bağlı mən sizi təbrik etmək istərdim. Mövzu ilə bağlı isə əlbəttə həmşərlərim toxundu. Hesab edirəm həftənin ən önəmli hadisəsi Cənab Prezidentin Macaristana işgüzar səfəri, eyni zamanda Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşüdür. Və biz özümüz, yəni hamımız şahidi olduq ki, Cənab Prezident Budapeştdə çox yüksək səviyyədə qarşılandı. Macar xalqının dostu və etibarlı müttəfiqi kimi Cənab Prezidentə olan yüksək diqqəti və hörməti biz gördük. Bu da təsadüfi deyildi, doğrudan da Azərbaycanla Macaristan arasında olan münasibətlər sözün əsl mənasında strateji tərəfdaşlıq səviyyəsindədir və Baş nazir Viktor Orban da iki tərəfli və çox tərəfli görüşlərdə bunu dəfələrlə qeyd etdi və bildirdi ki, məhz Azərbaycanın dəstəyi sayəsində Macaristan bir çox çətinliklərdən çıxa bildi və buna görə də Azərbaycan xalqına, dövlət başçısına minnətdarlığını bildirdi. Mənə belə gəlir ki, bu təkcə bir ritorika deyil, bu eyni zamanda Macaristanın doğrudan da Azərbaycana münasibətdə nə qədər səmimi olduğunu göstərir. Biz bunun dəfələr şahidi olmuşuq, həm Avropa İttifaqı çərçivəsində, həm digər qurumlarda ki, Macaristan necə qətiyyətlə və bilməli şəkildə Azərbaycanı müdafiə etdi. O ki, qaldı zirvə görüşündə, yəni Türk Dövlətləri Təşkilatının zirvə görüşündə, əlbəttə bu çox vacib bir görüş idi. Çünki ilk dəfə idi ki, Avropa İttifaqının bir üzvü Macaristan kimi ölkə Türk Dövlətləri Təşkilatlarının zirvə görüşündə ev sahibliyi edirdi. Bunun siyasi əhəmiyyəti bu baxımdan çox önəmlidir. İkincisi isə burada çox önəmli sənədlər qəbul olundu. Yəni Budapeşt bəyannaməsi qəbul olundu. Budapeşt bəyannamasında bir çox vacib məsələlərlə yanaşı həm Bakı prosesində dəstək ifadə olundu, həm Türkiyənin Suriyadakı fəaliyyəti xüsusilə qeyd edildi. Türk Cümhuriyyətində Şimali Kipr Türk Respublikasının fəaliyyəti və verdiyi töhfə bildirildi, qeyd olundu və ən vacibi isə qeyd olundu ki, öz ölkələr BMT-nin strukturlarında bir-birinə dəstək verəcəklər, BMT Təhlükəsizlik Şurasının üzvü ilə bağlı edilən müraciətlər dəstəklənəcəkdir. Hesab edirəm, bu Türk dövlətləri arasında xüsusi həmrəyliyin və birliyin güclənməsi baxımından xüsusi önəm daşıyır. Diqqətinizə görə təşəkkür edirəm.